Hamınızı salamlayıram. Mən Nurlan Bağırov, COP29 əməliyyat şirkətinin sətən üzrə baş menecəriyəm. Bu vacib tədbirdə sağlamlıq, təhlükəsizlik və ətraf mühit standartlarına nəzarət etmək mənim üçün şərəfdir. COP29 qlobal iqlim fəaliyyətinə və ətraf mühitin davamlılığına yönəlmiş əhəmiyyətli bir yığıncaqdır. Baş sətən meneceri olaraq mənim məsuliyyətim tikintinin ilkin mərhələsindən tədbirin sonuna dək bütün təhlükəsizlik protokollarına riayət edilməsini təmin etməkdir. Hədəfimiz odur ki, işə cəlb olunmuş hər kəs təhlükəsizliyin bizim üçün ən öncül dəyər olduğunu bilərək inamla işləyir. COP29 davamlılıq üçün yeni standartların müəyyən edilməsini hədəfləyir. Bizim təhlükəsizlik təcrübələrimiz bu missiyaya uyğun gəlir. Tullantıların təhlükəsiz idarə olunması, ekoloji cəhətdən təmiz materiallardan istifadə və təhlükəsizlik təcrübələri davamlı tikinti üsulları ilə birləşdirməni təmin edir. Məqsədimiz təhlükəsizliyə üstünlük verməyin effektivliyi azaltmadığını, əksinə məhsuldarlığı və bütün maraqlı tərəflər arasında etibarı artırdığını nümayiş etdirməkdir. Bu tədbirin uğurla həyata keçirilməsi üçün bütün tələblər yüksək səviyyədə təmin edilir. COP29 Azərbaycan əməliyyat şirkətində təhlükəsizlik idarəçiliyinə rəhbərlik etmək böyük məsuliyyətdir. Komandamızın səyləri vasitəsilə biz qlobal tədbirlər üçün təhlükəsizlik standartlarında yeni meyarlar müəyyən etməyə çalışırıq. Bu, hər bir iştirakçının, işçinin və ziyarətçinin təhlükəsiz mühitdə olmasını təmin etməkdən ibarətdir. Sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi bizim üçün ən öncül dəyərdir.